Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Xocalı faciəsinin 34-cü il dönümü münasibəti ilə təşkil olunan sərginin əhəmiyyətindən bəhs olunub. Belə tədbirlərin soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında, faciə qurbanlarının xatirəsinin yaşadılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığı bildirilib. Vurğulanıb ki, rəssamların əsərləri tariximizin ağrılı səhifələrini yaddaşlarda yaşadır. Bu yaradıcılıq nümunələri faciənin bədii müstəvidə sənədləşdirilmiş salnaməsi kimi dəyərləndirilib. Tədbirdə vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən milli qəhrəman Yusif Mirzəyevə həsr olunan rəsm əsəri şəhidin ailəsinə hədiyyə edilib. Göstərilən diqqət və ehtirama görə ailə üzvləri adından minnətdarlıq ifadə olunub. Çıxışlardan sonra sərgiyə baxış olub, portret, mənzərə və müxtəlif tematik tablolarda işlənən 40-a yaxın rəsm əsərinin təsir gücü faciənin məzmununu ifadə etməklə qan yaddaşımızı bədii obrazlarda təcəssüm etdirib. Buradakı rəsmlər sadəcə boya deyil, Xocalının ağrısını və itkisini danışan rəsmlərdir. Qeyd edək ki, buradakı hər bir tablo həmin gecə baş verən dəhşətli hadisəni özlüyündə canlandırır. Vətəndaşlıq yanğısı, bir vətəndaş arayı, yəni burada hər şey şəkillərin, rəsmlərin dili ilə səslənir və bu rəsmlərin içərisində xüsusilə də 1-ci Qarabağ müharibəsinə aid çox böyük bir tablo diqqətimi çəkdi. Bugünkü gün üçün isə bir ümid yerimiz o var ki, 2-ci Qarabağ müharibəsində böyük bir zəfərimizlə bütün bunların hamısı atlatıb getmişdir. Düzdür, yaralar qalır, faciələr unudulmur, qeyd edirik. Hər zaman da təbliğatçı kimi, müəllim kimi, ictimaiyyətçi kimi bu bizim hamımızın borcudur. Biz artıq qalib ölkənin vətəndaşları kimi bugün əsərlər yaradırıq. Mən bunun üçün sevincliyəm, lakin biz nə qədər sevincli olsaq da biz bugünkü gün çox hüzünlü oluruq. Çünki biz unutmuruq, keçmişimizi unutmuruq. Burada Xocalı faciəsinə aid işlərdir. Bunlardan əlavə biri Yusif Mirzəyevin portreti oldu. Bəzisini rəngli karandaşla, üzərindən akvarellə işləmişəm. İşlərimdə mən Xocalıya aid həsr eləmişəm. Orada o əsirlərin qaytarılmasıdır. Bir işim də balaca uşağın portretidir. Tərlan İbrahimova, Neft İbrahimov, NTV Xəbər.